Salam, hər vaxtınız xeyirli olsun, əziz müəllimlər, dəyərli müdavimlər. Mən təlim Çasılanova Sürəyya. Bu günlərim sizə deməli 5-ci sinifin 4-cü mövzusu tərəvəzilərin becərilmə texnologiyasının testini, izahını sizə vermək istəyirəm. Yəni burada düzgün cavablar nələrdir və onlara aid olan düzgün cavabların variantları sizə çatdıracağam. Gəlin baxaq, vaxtımız getməmiş. Deməli burada birinci sualda nə deyir? Deyir ki, çox qiymətli qida məhsuludur. Nə? Biz həyatımızda tərəvəzilərsiz təsəvvür edə bilmərik. Elə bilirəm ki, bu yeməklərimizin deməli paralel olaraq yeməklərlə biz onu qəbul etməliyik. Əlbəttə burada C variantıdır. Birinci sualda C variantı. İkinci suala baxırıq. İkinci sualda deyir ki, bir saniyə yaxınlaşdırıb siz də daha yaxşı görəsiniz. İkinci sualda hansı ən çox istifadə olunan tərəvəzilərə aiddir? Aha, pomidor, xiyar, yer kökü, şiyut, kartof, mətbəx çoğunduru, turp. Deməli elə burada A variantı düzgün cavabdır. 2-də də A. Hansı tərəvəz deyil? Baxırıq, deməli turp, soğan, badam. Badam tərəvəz deyil, D variantı. Qidalı maddələr pomidor və xiyarlarda hansı hissələrində yerləşirdi? Əlbəttə ki, biz demişdik ki, meyvələrində yerləşirdi, C variantı. 5-ci suala baxırıq. 5-ci sualda cəfəri və şiyutdə qidalı maddələr harada yerləşirdi? Əlbəttə onların yarpaqlar hissəsində. Tək cəfəri və şiyut yox, bütün göyərti olan tərəvəzlərin hamısında. Onların deməli tərəvəzlərin yarpaqlarında yerləşir. Baxırıq 6-cı suala. Qidalı maddələr kök və çoğundurlarda hardaydı? Əlbəttə ki, köklərdə. A variantı 6-cı sualda. 7-ci suala baxırıq. Hansı göyərtilər ədviyyat kimi istifadə olunur? Hansı göyərtilər ədviyyat kimi istifadə olunurdu? Biz yeməyə ədviyyat kimi nələrdən istifadə edirdik? Şüyüddür, cəfəridir, keşneşdir, nanədir, reyhandır. Burada D variantı düzgün cavabdır. 8-ci suala baxırıq. Hansı tərəvəzlərin tərkibində böyük miqdarda C vitamini var? Hansılardır? Biz xəstələnən kimi deyirik, sarımsaqdan istifadə elə, soğandan çox istifadə elə. Ona görə də burada sarımsaq və soğanlı B variantıdır. 9-cu suala baxırıq. 9-cu sualda deyir ki, pomidor Avropaya nə vaxt gətirilmişdi? Pomidor Avropaya 16-cı əsrin ortalarında, bəzən deyir 16-cı əsrdə, 16-cı əsrin, burada da yazılır, bax 16-cı əsrin ortalarında, 16-cı əsrdə yox. C variantı 9-cu sualda. 10-cu suala baxırıq. Pomidor Avropaya hansı ölkədən gətirilmişdi? Baxırıq, Cənubi Amerikadan gətirilmişdi. Deməli, bu B variantı düzgün cavabdır. 11-ci sualımızda İtalyan dilində pomidor nə demək idi? İtalyan dilində pomidor, əlbəttə ki, qızıl alma deməkdir. Qızılı alma yox. Elə müəllimlər var ki, elə bil ki, qırmızı alma, qızılı alma. Bu sözlərlə qarşığa salırlar. Ona görə də səhv salırlar. Amma qızılı alma deyəndə, qızılı alma yadda saxlayın. Qızılı alma. Əvvəllər pomidor sifti-sifti yetişəndə necə olur? Sarımtıl rəngdə olur. Ona görə də ümumiyyətlə pomidorlar əvvəllər elə sarımtıl rəngdə olurmuş. Get-gedə növündən olaraq, dəyişilərək pomidor qızarmağa başlayıb. Ona görə də İtalyanlar ona qızılı alma adını vermişdilər. Deməli, baxırıq indi 11-ci sualın cavabını verdik, C variantıdır. 12-ci suala baxırıq. Çox danışmaq istəmirəm, vaxtımız çox getməsin ona görə. 12-ci sualda deyir ki, hazırda hansı xüsusiyyətlərinə görə fərqlənən pomidor növləri var? Bəli, pomidor növləri demişdik ki, rənginə görə dəyişirdi, quruluşuna görə və bir də dadına görə fərqlənirdi. A variantıdır burada 12-ci sualda. 13-cü suala baxırıq. Tüt qırmızı rəngli tərəvəz bitkisi. Nə? Əlbəttə ki, deyir ki, şorba, salat və şirələrin hazırlanmasında istifadə olunur qida çoğundurundan. Burada D variantıdır 13-cü sualda. 14-cü suala baxırıq, əziz müəllimlər. Baxaq, pomidor necə bitkidir? 1 illik işıq və isti sevən ot bitkisidir. Bu formada yadınızda saxlayın. 1 illik, yəni uzun ömürlü deyil, 1 illikdir. İşığı sevir. Biz deyirik, cücərtilər çıxandan sonra qoyuruq onu işıqlı yerə. İşığı sevən bir bitkidir və istini sevən bir ot bitkisidir. C variantı burada. 14-cü sualda C variantıdır cavabı. Baxırıq 15-ci suala. Pomidor kolu nəyin hesabına sürətlə qol budaq atır? Əlbəttə ki,
Nəyin hesabına olacaq? Yeni zoğlar hesabına. 15-ci sualda B variantıdır. Yeni zoğlar hesabına sürətlə qol-budaq atır. 16-cı suala baxırıq. 16-cı sualda pomidor bitkisində düzəlmədən meyvələrin yetişməsinə qədər olan dövr neçə gün təşkil edirdi? 100-130 gün təşkil edirdi. A variantı. 17-ci suala baxırıq. Deməli, pomidor bitkisinin becərilmə texnologiyası üçün istifadə olunan biz avadanlıqlar, alətlər belə deyim də bizə yardımcı olan avadanlıqlar lazımdır. Baxaq görək nələrdir onlar. Əlbəttə bizə torpaq lazım olacaq ilk öncə. Düzdür, torpaq mütləqdir. Biz nəyə səhmət ötürü torpaqdan istifadə edirik. Sonra kötan yox. Baxırıq, deməli, su səpən, bəli, su səpən lazımdır. Polietilenli plyonka lazımdır. Pomidor toxumu lazımdır bizə əkmək üçün əlbəttə. Sonra baxırıq, deməli, 7-ci sual bel yox. Xırda stəkan və ya kiçik payalar lazımdır. 8-ci suala baxırıq, drenaj, bəli. Və 9-da yeşik lazımdır. Deməli, burada gəldik biz B variantına. 17-ci sualda B variantı. 18-ci suala baxırıq. Pomidorun becərilməsinin texnoloji mərhələlərini ardıcıllıqla müəyyən edin. Aha, bax bu ardıcıllığı miqdad istəmişdi. Ardıcıl sürətdə ümumiyyətlə nələr ardıcıl öyrənmək lazımdırsa onları öyrənmək lazımdır. Artıq bu formada düşür suallar. Sadə suallar verilmir. 18-ci sualda baxırıq. Deməli, bizə ardıcıllıq istəyir. İlk öncə biz nə edirik? Texnoloji xəritəni hazırlamalıyıq. 2-yə gəlirik. 2 deməli, hamısında var. A variantı çıxmaq şərti ilə. Texnoloji xəritəni hazırlayandan sonra nə edirik? Pomidor toxumlarını 2-3 saat isitmə sisteminin yaxınlığında saxlamaq məcburiyyətindəyik. Aha. Sonra nə edirik? Toxumlar 30 dəqiqəyə bütün bənövşəyi manqan məhlulunda saxlanılır. Bəli, 5. Sonra baxırıq ki, əkmək üçün yeşik hazırlanır. Aha. Pomidor toxumları cərgə ilə əkilir. Aha. Deməli, burada D variantına gəldik. 18-ci sualda D variantı. Baxırıq, indi yeşiklər hazırlanandan sonra nə edirik? Cücərtilər çıxmağa başlayanda örtüyü çıxartırdıq və sonra ştillər 3-4 yarpaq açanda yerini dəyişirdik. Sonda nə edirdik? Ştillər daimi yerinə əkilirdi. Yəni, bu ləkədə əkilə bilər, hər hansı bir parnikli yerlərə də əkilə bilər, daimi yerlər. Ardıcılıq burada 18-ci sualda D variantına düzgün olaraq tapdıq. 19-cu sualda pomidor toxumları hansı məhlulda saxlanılırdı? Natrium yox, natrium qumat yox, manqan C variantıdır. 19-cu sualda C variantıdır. Manqan məhlulunda saxlanılırdı 30 dəqiqə. 30 dəqiqəni yarım saatda verə bilər. Bəzən iki sualın ikisində biri verir. Çox müdavim qaçır 30 dəqiqəni götürür. Yox, yarım saatda 30 dəqiqədir. Elə 30 dəqiqəni də verə bilər ayrı-ayrılıqda. Yarım saatı da verə bilər. Ona görə də biz iki variantın ikisini də götürmək məcburiyyətindəyik. B variant 20-ci suala baxırıq. Deməli, pomidor toxumları neçə saat isitmə sisteminin yaxınlığında saxlanılırdı? Neçə saat idi? Əlbəttə ki, 2-3 saat idi A variantı. Baxırıq 21-ci suala müəllimlər. Pomidor toxumları manqan məhlulunda nə qədər saxlanılırdı? 30 dəqiqə saxlanılırdı. Ştillər neçə yarpaq açanda onların yeri dəyişilirdi. Əlbəttə ki, 3-4 yarpaq açanda C variantı. 23-cü suala baxırıq müəllimlər. Deməli, 23-cü sualda deyir ki, ştillərin yerini dəyişəndə, təzə yeşiyə əkəndə ştillər bir-birindən neçə santimetr məsafədə əkmək lazım idi? 8-12 santimetr aralıqda əkmək olar. C variantı 23-cü sualda C variantıdır. 24-cü suala baxırıq müəllimlər. Ştillər neçə santimetr hündürlüyə çatanda onların yeri daimi yerini əkmək lazımdır. Neçə santimetr idi? Ştillərin yeri dəyişir. Əlbəttə ki, 10-15 santimetr hündürlüyə çatanda biz onların yerini inirdik, daimi yerlə əkirdik. Baxırıq 25-ci suala. 25-ci sualda deyir ki, drenaj nədir? Drenaj ümumiyyətcə borular sistemi vasitəsilə torpağı suzlaşdırılması deməkdir. Bax, bu sözü əsas söz olaraq yadda saxlayın. Və hansı sözdən götürülüb? Fransız sözüdür bu söz. Fransız sözü olub, xəndəklər, borular sistemi vasitəsilə nə idi? Torpağı suzlaşdırılması deməkdir. Baxın, müəllimlər, biz məsələn, dibçəkdə qabı əkərkən nə edirik? Dibçəyin altında əgər deşiklər yoxdursa, havalandırma yoxdursa,
oldusa biz onu neyinirik? İsti bir nəyləsə deşiklər açırıq. Elədir. Bax bu da o deməkdir. Biz onu açmasaq, orada torpaqda su tökdükcə torpağın dibinə çöküntülər yığılar, münbit torpaqlar əmələ gələr, yəni orada kiflənmiş bir torpaq əmələ gələr. Bitkinin neyiniyər? Ömrünü qısaldar. Ona görə də biz orada drenajı səpirik. Bax bu drenaj torpağın susuzlaşdırması deməkdir. Bax bu formada torpağın suyunu süzür, torpaq susuzlaşır. Orada bitkini qurumağa qoymur. Yəni kiflənmiş bir torpaq yaratmır orada. Ona görə də bax bu çox vacibdir. Hər hansı bir bitkini və yaxud da gülü əkərkən fərqi yoxdur, pomidor olmasın, başqa bir bitki olsun. Əkərkən biz drenajdan istifadə edə bilərik. Deməli, baxırıq 25-ci sual idi da, bu B variantı oldu 25-ci sualda. Baxırıq 26-cı suala. Cüzərtilər çıxmağa başlayandan neçə gün sonra polietilen plyonka çıxarılır? Baxın, deyir, polietilen plyonka çıxarılıb, günəşin işıq altına qoyulur, isti bir yerə qoyulur. Deməli, neçə gündən sonra idi o? 4-6 gündən sonra. C variantıdır burada. 7-ci suala baxırıq, əziz müəllimlər. Pomidor ştilləri becərilməsi üçün hansı xəritədən istifadə olunurdu? Biz ilk öncə dedik, ardıcılığı düzmək lazımdır. İlk öncə biz nə etməliyik? Texnoloji xəritə hazırlamalıyıq. Ona görə də burada elə texnoloji xəritədən istifadə olunur. A variantı 27-ci sualda. 28-ci suala baxırıq. Pomidor toxumları hansı plyonka ilə örtülürdü? Deyir, polietilenli plyonka. D variantı 28-ci sualda polietilenli plyonkadan istifadə olunurdu. 29-cu sualda isə drenaj drenajın üstündə neçə santimetr münbit torpaq tökülürdü? Neçə santimetr idi, əziz müəllimlər? 15-20 santimetr idi. Bu testin də suallarını çalışdığım qədər tez-tez izah elədim ki, yəni çox vaxtımız getməsin, qulaq asanda yuxulamayasınız. Bu qədər əziz müəllimə. Çalışdığım qədər bütün testlərimin izahını bu formada atacağım sizə.